Salam əzizlərim, hepinizi xoş gördük. Bugünkü salamlarımı göndərəcəm. İlk öncə Aysel Baxışovaya deyəsən məndən inciyib, adını qeyd etməmişəm. Amma mən kimləri görürəmsə mütləq qeyd edirəm. Ola bilsin gözümdən yayınıbdır. Salamlarımı göndərirəm Aysel qızımıza. Nuray Məlikzadə salamlar. Səmədli Vəkil Naxçıvanlıdır görünür ki, bütün Naxçıvana da, Səmədli Vəkilə də salamlarımı göndərirəm. Mirzəyə salamlar. Qazıyeva Aylin salamlar. Xədiş bir şagirdim var, adı Xədicədir, həmişə Xədiş deyirəm. Xədiş qızımıza da salamlar. Yenə adaşım Pəri Babayeva salamlar. Hələ də adımı soruşanlar var bu arada. Nihat balamıza salamlar. Ömər Hacızadə salamlar. Fəxriyə qızımıza salamlar. Mələkzadə Nuraya salamlar. Bunlar hamısı xüsusi salamlardır. Hamısı içdən gələn sevgi dolu salamlardır. Yağmur qızımıza salamlar. Əminə Şıxəlizadəyə salamlar. Abbasova Nazlı salamlar. Ağayeva Nuray salamlar. Milana Abdullayevaya salamlar. Deyəsən o qızımız da incimişdi məndən. Və hətta niyə adımı yazmırsınız deyə müraciət eləmişdi. Mən heç kəslə prinsipim yoxdur. Kimi oxuyuramsa qızım, hamının adını qeyd edirəm. Hamınızı mən eyni şəkildə görürəm. Görmədiyim halda hər birinizi sevirəm. Ayrı seçkilik edə bilmərəm qəti şəkildə. Sizlər mənim abunəçilərimsiniz. Sizlər məni sevərək kanalıma abunə olmusunuz, videolarıma baxırsınızsa, mən sizi sevməmək bir ehtimalı ola bilməz. Hər birinizi çox sevirəm. Kamilə Fərədzadəyə salamlarımı göndərirəm. Nurtaca salamlar, çox qəşəng adı var. İsmail Abdullazadəyə salamlarımı göndərirəm və ən axırıncı qeyd etmişdim. Ən son video çəkməzdən öncə yazmışdı. Süleymanova Məryəm qızımıza da salamlarımı göndərirəm. Gözəl smayliklərimi göndərirəm sizlər üçün. Gəlin keçək dərsimizə. Bugün dərsimiz buludlar necə əmələ gəlir. Görək necə əmələ gəlir buludlar. Bu haqda mən bilirəm, əminəm ki, hər birimizin artıq məlumatı var. Təsəvvür edə bilirik ki, buludlar təbii ki, yer səthində suyun buxarlanmasına yaranır, su dövranından əmələ gələn bir prosesdir. Gəlin baxaq, su təbiətin ən mühüm komponentlərindən biridir. Su təbiətdə dövran edərək qurunu, okeanları və havanı əlaqələndirir. Suyun dövranı prosesin əsas mərhələləri buxarlanma, kondensasiya və yağıntı. Buxarlanma suyun buxar halına çevrilməsidir. Kondensasiya buxarın yenidən maye halına dönüşməsi, çevrilməsi və yağıntının yağmasıdır. Bu mərhələlər əsasən yerin atmosfer təbəqəsində baş verir. Yəni hava təbəqəsində baş verir. Dəniz kənarında isti və rütubətli yerlərdə havada su buxarının miqdarı çox olur. Havada olan su buxarı onun rütubətliliyi adlanır. Yəni havada 1 kub metr havada nə qədər su buxarı varsa, bu onun rütubətliliyi adlanır uşaqlar. Rütubətli yer səthində buxarlanan suyun hesabına yaranır. Havanın rütubətliliyi iki formada olur. Rütubətli iki cür olur uşaqlar. Mütləq və nisbi rütubətlik. Nisbi nədir, mütləq nədir? Mütləq rütubətli 1 kub metr havada olan suyun uşaqlar qramlarla miqdarıdır. Amma nisbi rütubətlilik isə su buxarının həmin, yəni havadakı həmin temperaturda ola biləcək maksimum su buxarının faizlə ifadəsidir. Yəni mütləq rütubətlilik qramlarla ifadədir. Faizlə olan isə nisbi rütubətlik olacaq. Nisbi rütubətlik artdıqca yağıntıların düşmə ehtimalı artır. Hava haqqında telefonlarımızda bunu biz baxa bilirik hər birimiz. Orada faizlə ifadəsi verilir. Məsəl üçün 70%, 80%, 30%. O deməkdir ki, yəni yuxarı faiz miqdarı varsa, deməli yağıntı vermə ehtimalı çoxdur. Artıq 100%dirsə, deməli artıq hava 100% su buxarı ilə doludur və yağıntı mütləq verəcək. Bu da 10 dərəcə temperaturda 9 qram su buxarı saxlaya bilir. 20 dərəcə temperatur, bunları mütləq əzbərləmək, öyrənmək lazımdır. Bununla bağlı məsələlər var. Əzbərləməsək də heç olmasa yəni müəyyən bir qismini bilmək lazımdır. Həm də nəyə diqqət etməliyik? Baxın, məsələn 10 dərəcə temperaturda, az temperaturda 9 qram su buxarı olur. Amma 20 dərəcədə temperatur artdıqca görürsünüzmü? Su buxarı ilə doyma həddi çoxalır. Temperatur aşağı olanda su buxarda miqdarı az olur. Deməli, temperaturla su buxarı rütubət arasındakı düz mütənasibi burada görmüş oluruq. Amma faizlə ifadə, yəni nisbi rütubətli aşağı düşür. Fikir verin, burada temperatur 10 dərəcədir. Nisbi rütubəti 100%-dir. Temperatur
20 dərəcəyə qalxanda rütubətlik 53%-ə düşür, qalxır. Daha doğrusu düşür. Amma 30 dərəcəyə qalxanda isə 30% su buxarı olur. Deməli, rütubətli temperatur artdıqca nisbi rütubətlik aşağı düşəcək. Su buxarı amma saxlama qabiliyyəti daha çox olacaq. Çünki temperatur artdıqca hava genişlənir və daha çox su buxarı saxlaya bilir. Temperatur artdıqca hava genişlənir və su buxarını saxlama qabiliyyəti də artır. Temperaturun artıb azalması havanın rütubətliyinə təsir edir. Belə ki, temperatur artdıqca havanın su buxarı saxlama qabiliyyəti artır. Kitabımızda da deyir. Hava su buxarı ilə doymuş və ya doymamış ola bilər. Müəyyən temperaturda 1 kubmetr havada maksimum su buxarı olarsa, doymuş havadır. Yəni artıq doymuş hava yağıntı verə bilər də bilirik ki, maksimum su buxarı miqdarından az olarsa doymamış hava adlanır. Havadakı faktiki su buxarını və doyma həddini bilməklə nisbi rütubətli hesablamaq mümkündür. Havanın rütubətini ölçmək üçün cihazımız hansıdır? Hiqrometr cihazı var. Baxın, hiqrometr cihazına istifadə edilir. Yer səthinə qalxan su buxarının səthə yaxın hissədə soyuması ilə duman, hündürlükdə soyub sıxılaşması nəticəsində bulud əmələ gəlir. Deməli, tam yuxarıda yox, yer səthinə yaxın ərazilərdə su buxarının soyması duman adlanır. Hündürlükdə qalxıb artıq soyulması nəticəsində o su buxarı birləşərək uşaqlar bulud əmələ gətirir. Buludların müxtəlif növləri var. Bəli, çox maraqlı mövzudur bu dərs. Buludların hansı növləri var? Topa buludlar var, laylı və lələkvari buludlar var. Topa buludlar isti hava cəld şəkildə belə sürətlə yuxarıya qalxır, 6000 metr hündürlüyə qədər hərəkət edir və bunun nəticəsində, soyması nəticəsində yaranır. Bu səbəbdən topa buludlar daha hündürdə yerləşir. Bir də var laylı buludlar. Deməli, laylı buludlar isə mülayim havanın qalxaraq nisbətən aşağı hündürlükdə, 2000 metr hündürlükdə soymasından yaranır uşaqlar. Göy üzünün tam buludla örtülmə səviyyəsi oktas adlanır. Buludluq vahidi oktasdır. Ümumdünya Meteorologiya Təşkilatının tərtib etdiyi buludluq cədvəlinin 8 oktas müəyyən edilmişdir. Baxın, 0 verilərsə, həm də yumruğun içərisi bomboşdur. Deməli, hava aydındır. Hal-hazırdakı hava deyərdim. Yox, biraz daha bulud var. İsti-isti çəkib bu dəqiqə paylaşacağım. Bu isə az buludlu sayılır, ortadan xətt. Gördüyünüz kimi bu istiqamətdə bir balaca içərisində qara var. Demək, az buludlu var. Sonra səpələnmiş buludlar, bu və bu tam görürsünüz yarı faizi buludlarla örtülüdür. Hal-hazırda buludsuz deməzdim. Bax, hal-hazırda demək olar ki, bax, parçalı buludlu müşahidə olunur. Parçalı buludlu, amma tam qaranın içərisi doludursa 8 oktas artı olacaq tam buludlu. Buludluq vahidi nə oldu? Oktas. Göy üzünün buludla örtülmə səviyyəsi oktas adlandı. Daha sonra dərsimiz bu qədərdir. Bir də lələkvari buludlar var ki, artıq lələkvari buluddan da yadınızda saxlayın ki, lələkvari buludlarda yağıntı vermə ehtimalı yoxdur. Topa, laylı və lələkvari buludlar. Görürəm ki, lələkvari buludları izahını vermir, amma yağıntı buludları topa və laylı buludlardır. Bu da hiqrometr cihazıdır, rütubətliyi ölçən cihazdır. Belə, gəlin suallarımızın izahına baxaq. Buludlar necə əmələ gəlir? Deməli, A şəklindəki suyun dövranı rəqəmlərlə verilən prosesini ardıcıllıqla müəyyən edin. Təbii ki, ardıcıllıq belə olacaq. Su buxarlanır, bulud yaranır və yağıntılar düşür. Deməli, bunu kitabımızın ilk cümlələrində də bax, belə bu şəkildə demişdik. Mütləq rütubətli ilə nisbi rütubətliyin fərqi nədir? Mütləq rütubətlik havadakı su buxarının qramlarla, amma nisbi rütubətlik havadakı su buxarının deməli, faizlə ifadəsidir. Öz cümlənizlə, öz sözlərinizlə deyin, öz anladığınız şəkildə yazın, çalışın ki, sizcə A şəklində 3 rəqəmi ilə verilən proses C şəklində neçə faiz nisbi rütubətliyə uyğun gəlir? Demək, C şəklindəki 100% rütubətli olduğu havanın doyma həddinə çatdığı bildirilir və yağıntı düşməsinin səbəb olur. Bu da bu şəkildəki yağıntını ifadə edən 3 rəqəminə uyğun gəlir. Şəkildə siz artıq özünüz baxarsınız. B və C şəkillərinə görə suallar cavablandırın. Demək, burada nisbi rütubətliyi tapmaq üçün uşaqlar 20 dərəcə temperaturda bayaq baxdıq ki, normalda 17 qram su buxarı olmalıdır. 17 qram. Amma su buxarını verir 9 qram. Demək, neyəcəyik uşaqlar? Biz bu 20 dərəcəyə əl vurmayacaq. 20 dərəcə temperaturda 17 qram su buxarı olduğunu bildiyimiz üçün, bayaq şəkildə də qeyd etdik, 17 qrama siz tənasüb qurun. 100% yazacağıq. Amma indi hal-hazırda neçə qram verib? 9 qram verib. Onda 9 qrama da x faiz yazacağıq və bu çarpaz şəkildə, bu qaydada, yəni 9-u 100-ə vurub 17-yə böləcəksiniz, təxmini rəqəm hesablayacaqsınız. Məsəl üçün, verə bilər məsələni bizə 30 dərəcə temperaturda deyər ki, 15 qram su buxarı var.
neçə faiz rütubətliyi var, neçə faizdir deyər ki, bu temperaturda 1 kubmetr havada neçə faiz su buxarı var. Nisbi rütubətliyi tap və yaxud da nisbi rütubətliyi tap deyə bilər. 30 dərəcədə biz bayaq baxdıq ki, 30 qram su buxarı ola bilər. Möhtərizədə də onu verir hər zaman, möhtərizədə verir. 30 dərəcədə, demək 30 dərəcəni atırıq, işimiz yoxdur. Bizim işimiz maksimum saxlaya biləcək su buxarından işimiz var. 30 qrama 100% qeyd edəcəyik və 15 qrama isə x% qeyd edəcək və tənasübimizi həll edəcəyik kres formasında. C şəklində verilən bütün temperaturlarla havanın hər kubmetrinə su buxarı miqdarı 9 qrama bərabər. Buna baxmayaraq, nə üçün nisbi rütubətlik sağa doğru azalır? Havanın su buxarı saxlama qabiliyyəti temperaturdan asılıdır. Bayaq dediyimiz kimi, temperatur artdıqca hava genişlənər və su buxarı saxlama qabiliyyəti artar. Ona görə C şəklində soldan sağa doğru temperatur artdığı üçün də havanın su buxarı saxlama qabiliyyəti artdıqca nisbi rütubətlik necə olacaq? Azalacaq. Və 5-ci sualda D şəklinə əsasən suallar cavab. Bilirəm ki, bu sualların çoxsunu, əksəriyyətini siz artıq bilirsiniz. Dərsə əgər diqqətlə qulaq asdınızsa, bilirsiniz. Sadəcə biraz məsələlərdə çaşa bilərdiniz. Məsələni də kifayət qədər asan üsulla izah elədim. D şəklinə əsasən sualları cavablandırın. Higrometr cihazında 2 fərqli rəqəm nə ifadə edir? 100-ə qədər olan rəqəmlər rütubətliyi, 50-yə qədər daxilində olan ədədlər isə temperaturu göstərir. Cihazın üzərində havanın rütubətliyinin göstərir. Yəqin ki, bunu sizə müəlliminiz də göstərəcək uşaqlar. Cihazın üzərində havanın rütubətliyinin göstəricisi neçədir? Bu hansı hava şəraitinə səbəb ola bilər? Higrometr cihazındakı mövcud temperatur göstəricisi 30 dərəcə, rütubətli isə 80%-dir. Bu göstəricilər həmin ərazidə yağıntıların düşmə ehtimalının çox olmasını göstərir. Yəni, havada su buxarı çoxdur, tam doyarsa, 100% olarsa artıq su buxarı, daha doğrusu hava tam doymuş hava sayılır və yağıntı verəcək. Cihaza görə havanın nisbi rütubətliyi deməli quru olarsa 0,35%-dir, normal 35-65, rütubətli isə 65-dən yuxarıdır. Y şəklinə və cədvələ əsasən suallara cavablandırın. Birinci, ikinci şəkilləri görünüşünə, yerləşdiyi hündürlüyə və hava şəraitinə görə fərqləndirin. Görünüşünə görə topa, hündürlüyünə görə çox, daha hündürdə yerləşir, yəni 6000 metr yaza bilərsiniz. Hava şəraitinə görə şiddətli yağışlar, yəni burada artıq topa buludlar olarsa, topa buludlardan hər zaman leysan xarakterli yağışlar yağır, amma qısa müddət davam eləyir. Əsasən topa buludlar qısa vaxt ərzində yaranır, qısa müddət davam edir və amma gür yağışlar, şiddətli yağışlar olur. Amma ikincidə laylı buludlarda hündürlüyünə görə azdır, yaza bilərsiniz 2000 metr hündürlüyə qədər. Hava şəraitinə görə çiskin, narin yağır. Laylı buludlardan narin yağışlar yağır, uzun müddətli yağır. Topa buludlar qısa, amma gür, narin yağışlar isə daha uzun. Deməli, topa və laylı buludlar cədvəli verin hansı səviyyədə oktas ilə qiymətləndirir? Topa buludlar əsasən 0,4 oktas arasında, laylı buludlar isə 5-8 arasında. Ona görə birinci şəkil 3 oktas, ikinci şəkil 6 oktas, yəni parçalı buludla qiymətləndirmək olar. Bunlar hamısı nisbi şəkildə aparılır, bəli. Bu sözü yazmağa ehtiyacınız yoxdur. İnanıram ki, hər şey sizin üçün aydın oldu. Hər birinizi uğurlar arzulayıram, dəyərli dostlar. Gələn dərsimizdə görüşmək ümidi ilə. Sağ olun.